Bu günləri mən sizlərə Alibabadan Azərbaycana məhsul yetişdirməyi öyrədəcəm. Demək olar ki, YouTube-da axtarış yerinə yazsaq ki, Alibabadan Azərbaycana sifariş, bu haqqda heç kim məlumat vermir, heç kim paylaşmır. Və bu Alibaba platforması nədir? Alibaba platforması Çinin ümumilikdə qlobala satış edən topdan bir mağazasıdır, onlayn bir mağazasıdır. Hansı ki, Azərbaycana da məhsul yetişdirmək burdan olur. Digər bir məsələ isə Alibabadan sifariş qaydası necə ola bilər? Necə edə bilərik? Bir çox insanlar deyir ki, Alibabadan sifariş çox çətindir. Hətta daşınma pulu da çoxdur. Burdan bir məsələyə toxunmaq istəyirəm ki, bəli, Alibabanın öz logistikasından Azərbaycana sifariş verdiyimiz zaman məhsulun qiymətindən qat-qat baha qiymətə daşınma haqqı gəlib çıxır və bu da bizə sərf eləmir. Biz nə edəcəyik bu videoda? Bu video vasitəsilə siz Alibabadan bizim hansı ki Çində yerləşən kargo şirkətləri vasitəsilə təkli məhsul necə ala bilərik, onu öyrənəcəyik. Əgər siz topdan mal gətirmək istəyirsinizsə, ilk öncə yaxınlaşırsınız Binədə. Əvvəl sədrəkdə indi Binədədir. Binədə Çindən tırlar gətirir, toplu mal gətirənlər Optavoy. Orada siz kubuna görə ödəniş eləyirsiniz. Kubu 150-200 dollar olmalıdır belə bu qiymətlərə və məsələn bir kubluq yer götürürsüz və o bir kubluq yerə nə qədər məhsul sığışırsa, həmin o məhsulları deməli siz Alibabada satıcı ilə danışan zaman həmin ünvana göndərtdirirsiniz. Biz bu video vasitəsilə satıcı ilə danışacağıq, amma ki satıcıya deyəcəyik ki, bizim məhsullarımızı apar, ver bizim kargo şirkətinin adresinə. Və nəzərinizə çatdırım ki, videonu mütləq və mütləq, yəni yadımızdan çıxartmırıq, başdan sona qədər izləyirik ki, çünki hər hansı bir xırdalığı qaçırsaz, hər hansı bir detalı qaçırsaz, siz ödəniş zamanı, nə bilim, sifariş zamanı problemlə qarşılaşa bilərsiniz və bu da sizə həm maddi, həm də mənəvi ziyan kimi dəyə bilər. Ona görə videonu mütləq belə deyək, xırdalığımla izləyirik, başa düşmədiyimiz yerləri arxaya çəkirik, 3 dəfə baxırıq ki, burada nə edirik, nələrə etmək lazımdır. Video uzun çəkəcək təbii olaraq, çünki biz orada satıcı ilə danışaraq və danışıb razılaşaraq məhsul yetişdiririk ki, bu da biraz sıxılmağınıza səbəb olar. Əgər sıxılsaz, belə deyək, videonu saxlayırıq, biraz gedirik, havamızı dəyişirik, da nə bilim başqa bir şeylə başımızı qatıb təzədən gəlib izləyirik. Maksimum dərəcədə sizi sıxmamaq üçün lazımsız yerlərini kəsmişəm, lazımi yerləri qoymuşam ki, siz sıxılmayasınız. Dəyərli izləyicilər, Alibabadan sifariş videomuzu hər kəs gözləyirdi. Bu video vasitəsilə siz rahat bir şəkildə Alibabadan Azərbaycana necə məhsul yetişdirə bilərsiniz, onu öyrənəcəksiniz. İnanıram ki, hər biriniz üçün faydalı bir video olacaqdır. Nəzərinizə çatdırım ki, videonu başdan sona qədər izləməyi unutmayın. Çünki qaçıracağınız hər hansı bir detal sizin problemlə qarşılaşmağınıza səbəb ola bilər. Bizə lazım olan proqramlar bir Alibaba, ikinci isə bir kargo şirkətidir. Kargo şirkətlərindən biz Starexdən istifadə edəcəyik. Əgər sizin başqa bir, belə deyək, Çində ünvanı olan kargonuz varsa, ondan da istifadə edə bilərsiniz. Məsələn, misal olaraq Dynamix deyə bilərik. Nəzərinizə çatdırım ki, hal-hazırda yəni mən Starexi nə üçün göstərirəm? Çünki Starexin filialları daha geniş olduğu üçün respublikamızda və rayonlarda qalan şəxslər də, yəni izləyicilərimiz də Alibabadan rahat bir şəkildə sifariş edə bilərlər. İlk öncə internet üzərindən, yəni App Store və yaxud da Play Store üzərindən Alibaba tətbiqini endirməliyik. Gördüyünüz kimi belə bir tətbiqdir. AliExpress-in sol tərəfində yerləşir. Biz Alibabanı yüklədikdən sonra daxil oluruq. Burada Alibabam yerinə gəlirik. Alibabam yerinə gəldikdən sonra yuxarıda sağ tərəfdə bizim valyutamız seçildi, USD və burada gördüyünüz kimi dilimizi dəyişə bilərik. Həmçinin burada biz ünvanı Azərbaycan yox, Çin seçməliyik. Gördüyünüz kimi bizdə də Çin seçildi. Əgər sizdə Azərbaycan seçildisə, onu çevirib Çin eləməyi də unutmayın. Daha sonra nə edirik? Biz Alibabaya daxil olmalıyıq, yəni qeydiyyatdan keçməliyik. Qeydiyyat prosesi çox rahatdır, çox asandır. Normal digər alış-veriş saytlarına necə qeydiyyatdan keçiriksə, bu saytdan da eyni qaydada qeydiyyatdan keçəcəyik. Biz iCloud-la, Google hesabından, Facebook-la daxil ola bilərik. Mən indi iCloud-la daxil olacağam. Sizə də ən rahatı hansıdırsa, həmin giriş vasitəsi ilə daxil ola bilərsiniz. İndi isə giriş yap vururuq və gözləyirik. Daxil olduqdan sonra qarşımıza belə bir səhifə açıldı. Gördüyünüz kimi bizim ad soyadımız bura düşdü və burada biz gəlirik ana səhifəyə. İndi bizim Alibaba səhifəmiz hazırlanır. Mən sizə burada nə məhsul üzərindən göstərəcəm. Flashkart göstərəcəm sınaq üçün. Flashkart yazıram, flash bellek. Gördüyünüz kimi qarşımıza belə bir məhsullar çıxdı. Nəzərinizə çatdırım ki, dolandırıcılarla və dropshoppinglərlə rastlaşmamaq üçün biz burada doğrulanmış tədarükçü seçim edirik ki,
Alibaba tərəfindən təsdiqlənmiş satıcılardan biz alış-veriş edək. Və burada flash kartlar çıxır qarşımıza 0,59 və 0,90 sentdən başlayan qiymətlərlə, yəni həqiqətən də gördüyünüz kimi çox ucuz qiymətə satırlar və burada minimum sifariş, məsələn birində yazıb 10 ədəd, birində yazıb 50 ədəd, çünki çox xırda məhsul olduğu üçün bu məhsulları bir ədəd satmaqları biraz belə deyək də, yəni sərf eləmir, çünki qəpik quruşdur. Bəlkə də ala bilərik, indi sınayacağıq. Gördüyünüz kimi burada biz indi mən sizə göstərmək məqsədinlə məsələn burada minimum sifariş 2 ədəd, minimum sifariş 1 ədəd. Məsələn burada yazıb ki, özəl loqo baskı. Özü istədiyiniz üstünə adı yazdıra bilərsiniz. Məsələn, burada satış eləmək istəyirsinizsə Azərbaycanda siz öz adınızı o flash kartın üstünə yazdıra bilərsiniz ki, məsələn burada satış eləyəndə sizin markanızın adı olaraq getsin. Belə bir özəlliyi də var. Və indi biz buradan flash kart alacağıq. Flash kartın həm çəkisi az olduğu üçün belə deyək, test məqsədli, sınaq məqsədli sizlərə göstərdiyim üçün, yəni yüngül bir şey göstərəcəm. Həm çəkisi az olsun, həm də qiymət baxımından test olaraq yoxlayaq. İndi daxil oluruq. Nəzərinizə çatdırım ki, Alibabadan ilk sifarişim deyil, bundan öncə də sifariş vermişəm. Sadəcə videoda, sırf video üçün, yəni xırda bir məhsul göstərirəm hələ ki. Aha, biz burada söhbətə başla deyirik. Gördüyünüz kimi Alibabada birbaşa sifariş ver düyməsi yoxdur. Burada aşağıda söhbətə başla var. Həmçinin sol tərəfində də mağaza var. Yəni bu satıcının hansı məhsullar satdığını mağazasına daxil olub görə bilərik. Sifariş etmək istəyiriksə nə etməliyik? Daxil oluruq söhbətə başlaya. Söhbətə başlaya vurduqdan sonra burada gördüyünüz kimi bizim satıcı ilə çatımız yarandı. Və nəzərinizə çatdırım ki, burada çevirmək üçün buraya yazın. Yəni öz dilimizdən ingilis dilinə rahat bir şəkildə Alibabanın bizə təqdim elədiyi bu özəllik vasitəsilə türk dilində yazıb öz fikrimizi satıcıya rahat bir şəkildə bildirə bilərik. Nəzərinizə çatdırım ki, siz burada türk dilində yazsaz da, qarşı tərəfdəki satıcı sizin mesajınızı ingilis dilində və yaxud da öz dilində görəcəkdir. Yəni ümumilikdə onların sizə yazdığı türk dilində gələcək, sizin yazdığınız isə onlara öz dillərində, yəni hər kəsin öz ana dilində yazışma olaraq göstəriləcəkdir. İlk olaraq mən satıcıya salam yazıram və yaxud da mərhaba yazıram. Aha. Yazıram ki, sizin ürünlər haqqında bilgi edinə bilirmiyim? Və dəyərli izləyicilər, SMS-imizi göndərdik. İndi bunların belə deyək, bizə geri dönüş eləməyə biraz vaxt ala bilər. Bu vaxt ərzində mən istəmirəm sizi videoda gözlətdirim və bizə geri dönüş etsinlər. Video qaldığı yerdən davam edəcək və söhbətimiz necə olacaq? Satıcı ilə necə danışmaq lazımdır? Hansı belə deyək qaydalara riayət etmək lazımdır? Necə əldə etmək lazımdır? Necə ödəniş etmək lazımdır? Bunlar haqqında ətraflı məlumatları verəcəm. Videonu nə edirik? Başdan sona qədər izləyirik. Deməli, dəyərli izləyicilər, hal-hazırda biz Alibaba platformasındayıq və satıcı ilə danışıqlarımız davam edir. Çəkiliş biraz satıcının onlayn olmasına görə dəyişdi, cavab verməsinə görə və indi hal-hazırda satıcımız yazıb və bizə deyir ki, hansı məhsul lazımdırsa, yəni ki, o məhsulu bizə göndərin və mən buna sual verirəm ki, bunlar flash kart satışı ilə məşğuldur. Nəzərinizə çatdırım ki, burada türk dilində yazacağıq, o bizim danışığımızı başa düşəcək yenə də, ona çevrilir. Yazıram ki, sizdə sizdə flash bellek kaç cıbılıq var? Neçə gigabaytlıq var? Bunu yazdım və indi cavabını gözləyəcəyik. Və mesajımızı oxudu, indi cavab verməsini gözləyirik. Və gördüyünüz kimi cavab yazdı. Bizə yazıb ki, deməli burada məhsulun üzərinə vurub çevir dediyimiz zaman ehtiyacınız olan model nədir? Bir də nə yazıb? O zaman sizə fiyatımızı verə biləriz. Bana bir adet
test için yollayabilir misiniz? Yollayabilir misiniz? Və nəzərinizə çatdırım ki, satıcı ilə danışan zaman əgər bir ədəd almaq istəyirsinizsə, məsələn tutalım satıcı yazıb ki 10 dənə satır minimum, amma bir ədəd almaq mümkündür. Məsələn biz bunlarla danışıq tərzlərimiz var da. Məsələn test üçün ala bilərik istəsək. Yazırıq ki, məsələn test üçün bir dənəsini yollayın. Məsələn mən yazacağam ki, indi satışından məşğul olacağam, birini yoxlayım, ondan sonra növbəti sifarişlərdə daha çox alacağam. Və yazıram. Mən sizdən yazdı ki, bəli, olar. Yəni yes can. Gördünüz test üçün. Fiyatı nə qədər? Fiyatı nə qədər? Məsələn yazıram ki, indi biz alacağıq neçə gigabayt alaq məsələn 32 gigabayt. Fiyatı nə qədər? Və yaxud da yazım ki, fiyatı nə qədər cibisına görə. Belə yazıram və gözləyirik. Şəkil atdı bizə. Tamam. Fiyatlarını söyle. 1, 2, 8, 16, 32. Mən nə yazıb? Yazıb ki, örnek için ihtiyacın olan kapasite nedir? 16 veya 32. Ne kadar? Hepsinin fiyatını söylesen sevinirim. İndi gözləyirik. Və fərqi yoxdur. Belə deyək də, siz istədiyiniz məhsulda satıcı ilə belə danışa bilərsiniz. Məsələn, deyə bilərsiniz ki, test üçün almaq istəyirəm, bir dənə yollayın, mən onu sınayacağam və əgər özüm bəyənsəm, satış məqsədilə sizdən davamlı olaraq topdan alacağam da. Yəni ki, əgər bir dənə almaq istəyirsinizsə. Amma sırf bir ədəd satanlar da var da, yəni ki. Başda deməli dəyərli izləyicilər, belə danışmışıq da. Birinci sizlə videonun birinci hissəsində yazışmışdıq. Bu ikinci hissəsidir indi. Yazışmışdıq ki, salam, məsələn bu model haqqında məlumat almaq istəyirəm. Bu da deyib ki, istədiyiniz məhsul və s. deyin bizə, biz sizə təqdim edək. Gözləyirik. Aha, yazdı dəyərli izləyicilər. Bir ədəd üçün 16 GB 4 dollar, 32 GB üçün 4.5 dollar, 64 GB 5 dollar, 128 6.50 dollar, 6.50 dollar. Məsələn biz bunlardan 16 GB-lıq bana 16 GB-lıq test için lazım. Yazıram. 4 dollarımız da hardasa deməli nə qədər eləyir? 1 dollarım 1.70-dən o da eləyir hardasa 6 manat 80 qəpikdə belə bir şey. 6 manat 80 qəpiyə satır. 16 GB-da. Və nəzərinizə çatdırım ki, topdan alsaz daha ucuzdan verəcək. Məsələn yazıram ki, topdan alsam, ya da yazmıram bunu, topdan alanda onu soruşarıq da məsələn. İndi yazdıqlarını tərcümə eləyək. Örnek tarafınız nasıl göndərilir? Do you have Çində iletişim agentiniz var mı? Buna yazırıq ki, bəli. Evet var. Ben size adresi yolluyorum. Adresi yolluyorum. Aha, daxil olaraq indi Starex'ə. Starex'lə də eləyə bilərik, Dynamics-lə də. İndi mən Dynamics-lə göstərəcəm dəyərli izləyicilər. Starex'lə də yoxlaya bilərsiniz. Dynamics-lə daşınma pulu biraz ucuz olduğuna görə, yəni mən Dynamics-lə göstərəcəm, amma siz istəsəz Starex'lə də əldə edə bilərsiniz. Yəni Starex'də rayonlarda da filialları var. Yəni ki, burada şeyə gəlsək, ayarlardan biz filial olaraq, yəni ki, biz dəyişdirə bilərik. Ya istəsəz Starex'lə göstərim, eyb yoxdur. Amma Dynamics daha ucuz gətirir, nəzərinizə çatdırım ki. İndi yazacağım mən bunlara ki, deməli. Aha, bu Dynamics ilə nə yazıb? Doğrudan agentə örnek göndərə bilirsiniz. Aha. İndi mən göndərəcəm.
Çincemi yazıram ki adresi Çincemi gönder Çin dilinde Çin dilinde mi gönderim yoksa İngilizce mi? İngilizce mi? İndi gözləyirik. Və dəyərli izləyicilər, bir şey də nəzərinizə çatdırım ki, Alibabadan yəni sifariş vermək belə olur. Yəni sizin o digər xarici alış-veriş saytlarındakı kimi səbətimə atdım, sifariş verdim söhbəti deyil. Burada satıcının özündən danışırsan. Chinese is ok. Yazıb ki, Çin dilində göndər. Baxın, burada yəni Starex'də Çin dilində qeyd olunubdur. Bax. Başlıq. Titli. Yazıram başlıq. Starex. Deməli, tam adı. Ali Qasimzadə. Sonra ünvan. Ünvan yox, adresdə türkcə adres gedir axı. Adres. Sonra adresdən sonra deməli şəhər. Mahallə. Ondan sonra ştat. Daha doğrusu buna region yazaq mahalləyə. Çünki orada region yazılmışdır. Region. Deməli ştat. Ştat nə gedir? State yazıram da. State. Bu. Ondan sonra post indeksi. Sonra zip yazıram. Zip. Zip'i də bura kopyalayırıq. Ondan sonra aşağıda telefon. Fone. Bura telefon nömrəsini yazırıq. Sonra bu da ID'dir. ID'dəki bir idi. Paketimin üzerine bunları yazacaksınız. Adres bilgileri, mesela adres bilgileri yazdım. Baxın, bunları yazıb göndərdikdən sonra indi satıcımızın cavabını gözləyəcəyik və cavab yazandan sonra artıq davam edəcəyik. Aha, yazdı ki, evet can, bu nakliye işarəti. Okey. Yazıram ki, bu tamamdır, yəni it's okay mənasında da bu tamam. Bu tamam, it's ok. That's okay, belə bir şey. Yazıram ki, başqa hər hangi bir bilgiye yazıram ki, ihtiyaç var mı? Adres bilgilerini yazdım yukarıda. Ajan. Yukarıdaki bilgilerim yerinde
Agentin adresi de mevcut. Mevcut gelir də, adresi də var yazaq türkçə. Ne yazıb? Tam adres yok. Bir dakika yeniden göndereyim. Burada değerli izləyicilər, biz göndərəndə baxın burada boşluqlar düşüb, böyük ehtimal ona görə belə olubdu. Biz indi təzədən göndərəcəyik. Baxın, yazıram. Başlıq yapışdırdıq. Tam ad. Ne gedir bu? Tam adı. Full name yerinə. Ali Qasimzadə. Baxın, yenidən yazıram. Satıcı bizi biraz yordu. Yazıram ki adres. Burada görürsüz düşmür. Gəlin belə eləyək də dostlar. Bunu tərcümə yerinə yazmayaq. Birbaşa bura yazaq. Necə? İndi mən sizə deyəcəm. Deməli bizə məsələn bu başlıq sözünü, məsələn başlıq bunu bura yazırıq. Amma ki tərcümə olunan yerə bunu kopyalayıb yazırıq. Ondan sonra aşağı düşürük. Tam adı. Tam adı yerinə bunu yazırıq. Starex. Bir dəqiqə gözləyin, mən sizə deyəcəm. Baxın, burada Starex də yazmıram. Başlıq, tam adı, sonra ondan sonra ünvan. Ünvan. Ünvan nə gedir? Adres gedir də türkçə. Adres. Sonra şəhər. Yazıram city. Dəqiqə. City. Və yaxud da şehir. Şehir ya gedir də. Şehir. Region. Region. Sonra ştat. State. Sonra zip. Ondan sonra telefon. Phone. Sonra aşağıda ID. ID. İndi biz keçirik yuxarı title'a. Gəlirik bunu yapışdırırıq. Yuxarıdakı yazı hissəsinə. Bunu yazırıq full name yerinə. Tam ad Ali Qasimzadə bunu yazırıq. Adres yerinə. Bunu yazırıq. Aha. City yerinə. Bunu yazırıq. Region yerinə. Deməli biz burada bunu yazırıq. Məzmun başa düşdünüz də dəyərli izləyicilər. Deməli tərcümə olunan yerə biz məlumatları yazırıq, amma tərcümə üçün yazdığımız yer var aşağıda. Ora isə regiondur, şəhər sözlərini yazırıq. Çünki o aşağı hissəyə biz məlumatlar daxil etdik, göndərmədi. Ona görə də satıcı deyir ki, tam gəlməyibdi, təzədən göndər. Zip yerinə isə bunu göndəririk. Bu kodu. Phone number. Bu kodu kopyalayırıq. ID yerinə isə bunu yazırıq. Yəni Starex'in bizə təqdim elədiyi bütün məlumatları yazıb göndəririk. Yazıram ki, it's okay. Yuxarı yazıram da ingiliscə. Aşağıda türkçə bəzən yaxşı çevirmir. Bu tamam. İndi görək nə cavab verəcək. Çünki satıcının qarşısına yuxarıda tərcümə olunmuş hissə düşür. Biz tərcümə olunmuş hissəyə yazdıq elə bil ki. Paketimin üzerine yukarıda size gönderdiğim bilgileri
eklərsiniz. İnanırıq ki, indi problem çıxmayacaq. Çox vaxt belə olur. Adres göndərəndə biraz dəqiqləşdirmə məqsədi ilə, yəni satıcılar bəzən şey deyir, təzədən falan istəyir də. Bu normal haldır. Sadəcə danışmaq lazımdır yenə də. Gözləyək. Bizə göndərəcəkləri şey nə idi? Şəklini atıb. Bu flash kart. Bu flash kartları görürsən Bakıda neçədir? Ya Azərbaycanda. Yazıram ki, burada mısın? Burada mısınız? Are you here? Aha, cavab gəldi. Nə yazıb mənə? Ödəməniz için örnek sipariş hazırlayalım. Yazıram tamam. Mən yazacağım ki, indi sizə göndərdiyim adresə, burada qeyd soruşmalıyıq ki, çatdırma pulu olacaq. Sizə göndərdiyim adresə teslimat ücretsizmi? Ücretsizmi? Əsas mən sizə öyrətmək istədiyim odur ki, buradan sifariş etməyi öyrənəsiniz, yəni. Məğzini bilsəz, bir dəfə tutsaz buranın temasını. Ondan sonra rahat özünüzdə danışıb zakazlar verə bilərsiniz topdan. İstədiyiniz məhsula. Prosto ki, yəni deyirəm, nəysə zakaz verəndə flashkart falan heç indi bunu trend yoldan da alırıq, həm oradan, buradan, hər yerdən. Buna gömrük ilişmir. Və yaxud da Starex yəni bunu daşıyacaq da. Amma elə mallar var ki, məsələn, həm gömrük ilişir ona, həm də ki, daşıyıcı şirkət gətirmir. Məsələn, qadağan olunmuş məhsullar var da. Məsələn, mən bir dəfə deməli başıma belə bir hadisə gəldi. BMW-yə rol gətizdirirdim. F30-a. Yəni rolda airbag olduğu üçün hava şarıda bildiyimiz kimi təhlükəsizlik yastıqları onu gətirmədi Starex və məcbur onu biz adam tapdıq, o orada sökdü. Ondan sonra artıq göndərtdirdi. Belə deyim, airbag-i çıxartdırdıq. Elə məhsullar var ki, gətirmirlər. Ona görə nəsə zakaz verməmişdən qabaq, yəni ataların misalı var, 100 ölç 1 piç. Yəni maraqlanın Starexdən, daşıyıcı şirkətinizdən ki, gətirə bilərsinizmi? Gömrükdən problem çıxmayacaq ki. Başa düşdünüz? Qaynar xəttlərlə danışın. Nə yazdı bizə? Ücretsiz iletici acentiniz nakliye ücreti ödeyecek. Nakliye ücreti ödeyecek mi? Demek istiyoruz. Ne yazıb? Ücretsiz iletici acentiniz nakliye ücreti. Biz neçəli? 6 dollarlıqdır. Bu gözləm. 2 dollar ne için? $4 demişdik axı biz. Bax 16 GB yazıb $4 yazıram ki 16 GB $4 değildi. 16 GB $4 değil miydi? Ne yazıb? Shipping fee. Nakliye ücreti. Aha. Ne yazıb? Bizim fabrikadan iletici acentinizə. Ha, yazıb ki, nakliye $2 da bizdən çatdırma pulu istəyir. Deməli $6 da bizim eləyəcək, hardasa 8 manat və s. İndi dəyərli dostlar, okey. Başqa ücret olmayacaq değil mi? Ücret olmayacaq. Olmayacaq değil mi? Değil mi? Baxın, bizim ödəniş etməyimiz üçün burada ödəniş şeyi açıldı. $6 ki, biz ödəmə eləyək. İndi biz nə eləyəcəyik dostlar? Ödəməmizi də eləyəcəyik. Bir də əlavə olaraq deyəcəyik ki, bizə paketin şəklində ata bilərsən. Yəni bunu da deyəcəyik ki, bizə gələcək məhsulun şəklini və paketin şəklini göndərəcək. Ha, bir də ki, belə bir şey soruşa bilərik. Onu da soruşacağıq. Əlavə olaraq çəkisini də.
Ek olarak paketin ağırlığı ne kadar? Bunu da soruşaq. Hətta yaza bilərik ki, elə bir paket eləyin ki, çəkisi yüngül olsun. Paketi yazıram ki, sizdən ricam, yəni kargomuzun pulu az tutsun deyə burada paketin deyə bilərik ki, biraz şey eləsin də, yəni ki, paket ağır olmasın. Sizdən ricam paketin ağırlığını minimuma indirin. İndi biz ödəniş eləyəcəyik. Əlavə olaraq o istəklərimizi və s. ödənişdən sonra deyəcəyik. Baxın, ödəmə yap deyirəm. Sifarişimiz hazırlanıb, göndərəcək adres də qeyd olunub və kargo ücrəti $2. Burada da əlavə şeylər yazılıbdır. Deməli, toplam ürün tutarı $4, kargo ücrəti $2. Ümumilikdə $6 elədi. Və sifarişimizin nömrəsi hazırlandı. Göndərim yöntəmi ekspres, ticarət koşulları və s. Burada yəni bütün məlumatlar şey olubdur. Deməli hazırlanıb. Ödəmə yap deyirik. Burada Apple Pay ilə də ödəmə edə bilərik. Yeni bir kartla da. Görünüm detayları, işlem ücrəti. Küresel ödəmə ağlarında $6.18 olacaq ümumilikdə. Və nə yazıb? 0,2 kiloqram. Nə yazıb buna? Başqa ücret yox. 0,2. Nə yazıb? Biz sizə beyaz kağıt kutu. 20 qram yoxsa 200 qram mı? Bu 20 qram deyir, yoxsa 200 qram, onu dəqiqləşdirək. Yazıb ki, mən sizə beyaz kağıt kutuda yəni göndərəcəm də. Gözləyək, ödəməmizi də eləyəcəyik. Şəxsi məlumatların düşməsin deyə mən ödəmə yerinə gələcəm, ödəmə yap deyəcəyik. Əgər siz də sifariş verirsiniz, tamam vuracağıq. Kart nömrəsi və s. burada qeyd edib şey eləyəcəyik, sifarişimizi verəcəyik. İndi gözləyə cavab yazsın bizə. Və çox adam deyirdi ki, dəyərli dostlar, Azərbaycana çatdırma çox bahadır və s. Onlara demək istəyirəm ki, siz Alibabanın öz logistikasından gətirməyə baxmırsınız. Bu zaman bəli, kargo pulu çox baha çıxır. Amma biz gördüyünüz kimi bizim içindəki agentimiz Starex-də, yəni ki, Dynamics o qədər yəni Kitayda belə deyək də depoları olan kargo şirkətləri, logistika şirkətləri var ki, toplan gətirsəz məsələn, məsləhətim olar ki, dediyim kimi Binə Sədrək tərəfdə orada tırların özlərinin ofisləri olur da, Çindən tırla gətirənlər, konteynerlər. Onlarla danışın, onlarla məsləhətləşin, satıcı da ki, onsuz da aparıb verəcək. Satıcı Çindədir, ona nə desəz aparıb verəcək ora. Bax, onları da elə gətirə bilərsiniz. Əsas odur ki, buradan sifarişi tam belə deyək, detallı izahını verəcəm. Sonra bunu necə bəyan eləmək olar və s. ilə axır onları da sizə göstərəcəm. Yazdıq ki, sorumu cavablayın, ödəməni yapayım. Və nəzərinizə çatdırım ki, bahalı məhsul, bahalı deməyək də, məsələn, topdan alanda, əgər burada bir limit var da, satıcıya görə dəyişir. 200 qram. 200 qram eləyəcək. İndi biz tariflərə də baxacağıq ki, Starex 200 qrama qədər neçədən gətirir. Tariflər. Deməli, buradan Çin seçirik. 200 qrama kimi. 100 qramdan 8 manat eləyəcək bunun çatdırılması. Amma Dynamics-də bu daha ucuz idi. Dynamics-də baxaq görək nə qədər eləyir. Deməli, tariflər. Dynamics-də $3 6 manat eləyir də hardasa $4'ımız. 1.70-ə vuranda 6 manat 80 qəpik belə bir şey. Eybi yoxdur. Video üçün boş şeylərdir, bunları ödəyərik.
Bu şey elə bil ki, bizə gələcək hardasa Starexə verəcəyik biz 8 manat. O birisi tərəfdən də bunlara da verəcəyik 8 manat. Elə bir 16 manata bizə neçəlik flash kart gələcək? 16 GB-lıq demişdik də. Baxaq görək. 16-lıq demişdik. Aha, 16 GB-lıq 16 manata gəlib çıxacaq. İndi sifarişimizi veririk. Ola bilər biraz baha gəlsin, çünki dediyim kimi mən bunu sifariş qaydasını öyrətmək məqsədilə deyirəm. Siz daha ucuz qiymətə də tapa bilərsiniz. Mən indi test üçün bunu çəkirəm və ödəməni eləyəcəm. Yazıram tamamdır. Ödemeni yapıyorum. Paket hazır olduğunda bana resmini yollayın. Hətta burada istəklər də istəyə bilərik. Ek olarak flash belleğin üzerine adlı logo ekleyebilir misin? Ekleyebilir misin lütfen? Lütfen. Yəni ki, bizim markada məsələn yazsam ki, Ali Grup belə bir şey nəsə. Firma logosu tipli. Yazdı ki, ok no problem. Yazıram ki, üzerine Alisus yazdıraq. Alisus firması. Üzerine Alisus yazısı. Alisus nədir? Ne yazdırım üstüne? Ali Bey. Ali Bay yazım. Ali Bay. Yani bu biraz salid nedir? Ali Bay. Yazısı eklerseniz. Ali Bay firması. Üzerine Ali Bay yazısı eklersiniz. Lütfen. Bunu da yazıp gönderdik. Yani çok süper platformada. Burada belə satışı ilə özünüz danışırsınız deyə. Sanki necə deyim, elə bir getmisən hardasa Bakıda bir mağazaya, orada belə satışı ilə söhbət edirsən. Yəni o tipdədir. Yazıram bu ücretsiz mi? Aha. Okey. Problem yoxdur. Ne yazı? Bu Alibaba ödeme web sitesi bağlantısı. Doğrudan ödeme. Okey. Problem var mı? Problem var. Problem mevcut mu? Belə yazaq. Bu niyə belə tərcümə olunmur? Yazıram okey. Umarım problem yoktur. Başka bir bilgiye ihtiyaç var. Son olaraq bunu da soruşaq. Bundan da yekunlaşdıraq. İndi dəyərli izləyicilər, mən ödənişi eləyəcəm. Ondan sonra davam eləyəcəyik və orada şəxsi məlumatlarım düşməsin deyə videonu saxlayacağam. Sonra davam eləyəcəyik. Deməli, dəyərli dostlar, biz ödənişi elədik və bundan sonraki mərhələ qalıb ki, deməli, satıcının sifarişi bizim içində olan xarici anbarımıza göndərsin, yəni Starex'in xarici anbarına və ora düşdükdən sonra artıq biz sizinlə bir yerdə növbəti videonu paylaşacağım sizlərə və orada necə bəyan etmək olar, məhsulu necə gətizdirmək olar, bəyan qaydası və s. haqqında nəzərinizə çatdırım ki, sifarişimizi izləmək üçün burada elə yazışma yerindən üstünə vurursunuz. Baxın, burada yuxarıda sevkiyat bölməsindədir. Orada teslimat bölməsi olanda artıq bizim məhsulumuz çatdırılacaq və 5 gün 15 saat daha sürəsi var sifarişi göndərmək üçün. Əlavə olaraq da hələ ki belə deyək, yola düşməyib deyə burada logistik detalları çıxmayıb və ödəniş
olunduqdan sonra məhsulumuz göndəriləcək və gözləyəcəyik. Dəyərli dostlar, Smart Custom-da bəyan etmək üçün bizə SMS gəldi Starexdən. Həmin SMS-i sizə göstərmək istəyirəm. WhatsApp-a daxil oldum. Baxın, belə bir nömrədən Starex Global adı ilə mənə SMS gəldi və yazdı ki, təkrar xoş gördük sizə Ali Qasimzadə, sizin filan nömrəli bağlamanız bəyan üçün hazırdır. Və daha sonra mən nə etdim? Daxil oldum Starexə. İndi ana səhifəyə daxil olum. Burada bağlamalar bölməsinə gəldim. Bu birinci məhsul çeşidlənir olan Temudan sifarişimizdir və orada görürsüz ödənilib də yazır. Onu qoyduq qırağa. Aşağıdakı bu ödənilməyib yazılan məhsulumuz var, hansı ki çəkisi isə 50 qram olan. Baxın, bu məhsulumuz Alibabadan göndərilən sifarişdir. Baxın, həmin məhsulun içinə daxil olduğumuz zaman burada deməli bizim məhsulumuzun hara gələcəyi və çatdırılma ödənişi və s. kimi məlumatlar qeyd olunub və daxil olduqdan sonra burada bağlamanın çatdırma mərhələlərini görmək üçün toxunun bölməsində dekabrın 13-ü bağlamamız artıq daxil oldu bizim Starexin anbarına və SMS də gəldi. Bundan sonra biz nə etməliyik? Deməli, daxil oluruq hara? Smart Custom-a. Smart Custom-a daxil olduqdan sonra burada gördüyünüz kimi 13-cü 12-ci ay 2024-cü ildə olan bir bəyannaməmiz var, etmişəm hansı ki. Və bir nüansda nəzərinizə çatdırım ki, mən bəyan edəndə bilmirdim bu Alibaba sifarişimdir. Çünki Alibabanın satıcısı çox tez çatdırdı. Hardasa 2 günə çatdırdı da Starexin anbarına. Mən elə bildim ki, Temudan sifarişimdir. Fikir versəz, yəni qiymətləri təxmini eyni yazmışam. Əslində, yəni çox ucuz qiymət almışdım da. 6 manat almışdım, 7 manat almışdım həmin flash kartı. Yəni nəzərinizə çatdırım ki, bundan öncəki videomu izləməmisinizsə, həmin o Alibabadan sifariş videomda göstərmişəm flash kart sifariş verməyi sizlərlə birlikdə test olaraq. Və mən burada çaşıb 18.24 yazmışam, amma yenə də problem yaratmayıb mənə. Mən nə etdim? Smart Custom-a daxil oldum və bəyan edilməmişlər bölməsində burada bağlamam belə çıxmışdı unknown kimi. Və altında Starex yazmışdı, qiymət falan da yox idi, yəni $0 yazmışdı. Mən bildim ki, bu bəyannamə ilə Alibabanındır. Düzdür, səhvlik elədim, söhbət yox, amma ki, yəni necə düşür onu göstərəcəm. Baxın, bəyan edilməmişlər bölməsindən bəyan edə vurduq və növbəti vurduqdan sonra artıq orada bizdə kateqoriyalar və s. seçdik elektronika. Temudan sifarişimdə onsuz da elektronika idi. Elə kateqoriya seçimində də eynilik oldu. Yəni səhvlik etsəm də yenə də səhvən belə düz etmişəm. Onu nəzərinizə çatdırmaq istəyirəm. Yəni qısaca bəyan qaydası Temuda falan necə bəyan edirsinizsə, burada da elə bəyan edirsiniz. Invoice qiymətini yazırsınız, bəyan edirsiniz. Bəyannamənin şeyinə daxil olsaq, bu məlumatlarına gördüyünüz kimi bəyannamə nömrəsi 0478. Bu da bağlamanın izləmə kodudur, hansı ki belə deyək də şeydə düşübdür. Bu Starexin bağlama detalları bölməsində. Düzdür, burada biraz şey düşübdür. Baxın, sonluğu düşüb 070 981 olandı. Baxın, burada deməli tarix bölməsi var, 13-12-2024. Onun sol tərəfinə baxsınız 070 981 olan bağlamadır. Baxın, burada da yazıbdır. Aha. Biz bəyannaməmizi etdik və təsdiqləyəndən sonra artıq belə deyim, bir neçə gündən sonra hansı ki burada bağlamanın detallarına gəlsək və bağlamanın çatdırma mərhələlərinə baxsaq, artıq bizim bağlamamız düzdür, biraz çox gecikdi. Artıq 2 həftədir ki, bağlama xarici anbara daxil olub, amma hələ indi terminala daxil olub da, yəni Bakıya çatıb da hava limanına. Ortalama 16 gündür bağlamamız yoldadır və hələ də gözləyirik. İnşallah həmin bağlama gəlsin, yəni Alibabadan gələn ilk bağlamamız videosu adı altında həmin videomu da paylaşacağam. Bağlamanı bəyan etmək həqiqətən də çox asandır. Yəni normalda başqa saytlardan necə sifariş edib bəyan etmişsə, burada da elədir. Qaydasını da başa saldım, düzdür. Mən o bağlamanı artıq bəyan etmişdim. Əslində fikrim var idi ki, sizlərlə bir yerdə bəyan edək onu. O da səhvən etdim, heç fikrimdən çıxmışdı. Yəni ki, Alibabadan sifarişimi
bəyannaməsi olar deyə. Ona görə elə belə alındı, amma yenə də sizi videosuz qoymaq istəmədim. Ən azından praktiki olmasa da nəzəri olaraq göstərdim ki, normal digərlərini necə bəyan edirsinizsə, burada da eyni qaydada bəyan edilməmişlər bölməsinə daxil olub bəyan edəcəksiniz. Bu günləri mən sizlərə Alibabadan sifariş verdiyimiz flash kartımız artıq gəlibdir. Bildiyimiz kimi bundan öncəki videomuzda Alibabadan Azərbaycana necə sifariş etmək olar, həmin məhsulları necə bəyan etmək olar, bunlar haqqında məlumatlar paylaşmışdım, videolar sizlər üçün çəkmişdim və artıq həmin o videoda göstərdiyim flash kartımız mənim əlimə gəlib çatıbdır və bağlamamız Starex kargo şirkəti ilə çatdırılıbdır və təhvil məntəqəsindən gedib məhsulumu götürdüm. Xırda bir məhsul olduğu üçün, yəni belə bir bağlamada göndəriblər. Flash kart var içində. Bildiyimiz kimi həmin videoya baxanlar varsa, o videoda mən flash kart sifariş etmişdim sizlərlə birlikdə test üçün və gələcəyini sizlərə göstərmək üçün ki, həqiqətən məhsulumuz gəlib çıxır. Yəni sifarişimizdə heç bir problem olmur. Bu məqsədlə həm də ki, sizlərə öyrətmək məqsədlə o videonu çəkmişdik. İndi isə bu məhsulumuz, bağlamamız gəldi. Bağlamamızın çatdırılma günü hardasa belə deyək 16 günə gəldi, çatdı təxmini. Mən düzdür biraz gec götürdüm açığı. Bayramla əlaqədar yadımdan çıxıb qalmışdı təhvil məntəqəsində. Amma götürdüm sonuç olaraq, net olaraq və indi biz bunun qutu açılımını edəcəyik. Deməli, çəkisi hardasa 50 qram elədi və ödəniş də səhv etmirəmsə 3 manat neçə qəpik ödəniş elədim. Təxmini 4 manata yaxında belə deyək çəkisinə. Balaca bir məhsuldur. Bildiyimiz kimi Çindən məhsullar çox biraz baha daşınır və bunların içində desəz ki, sərfəli kargo hansıdır? Starexin üstünlükləri odur ki, Azərbaycanda ümumiyyətcə hər yerdə filialları var. Amma qiymət cəhətdən uyğun qiymət axtarırsa, biraz Starexə daha ucuz Dynamic kargo şirkəti var. Həmin kargo ilə də sifariş edə bilərsinizdən. Bir də kanalımıza abunə olun və video üçün faydalı oldusa videomuzu bəyənin. İndi isə biz bunu açaq, görə içindən nə çıxır. Qayçımızla açacağam indi. Əvvəl bıçaq var idi, bıçaqla açırdıq. İndi qayçımız var, təzə qayçıdır güya. Qutumuzun, balaca bir qutuya qoyublar, yerləşdiriblər. Instagramdan əgər məni izləmirsinizsə, burada və yaxud burada çıxan Instagram səhifəmə məni follow ata bilərsiniz. Orada məsələn sifarişlərim, endirimlər, təzə hər hansı bir məlumatlar olduqca sizlər üçün faydalı orada paylaşıram. Hətta mən bunun şəklini belə orada paylaşdım. Yəni bu hissənin şəklini YouTube kanalımın topluluq bölməsində də Instagram storyimdə də atmışdım. Çox adam yazmışdı ki, bu qutu nə böyük qutudur, yəni bu flash kart nə böyük bir şeydir ki, yəni bu boyda qutunun içinə yerləşdiriblər, amma o qədər yaxından çəklər ki, qutumuz çox böyük görsənir. Baxın, həqiqətən, amma belə balaca bir qutudur da, yəni təxmini bir qarış hündürlüyü var, yarım qarışda endi. İndi bunu açacağam mən. Açaq görək. Flash kartımız necə gəlibdir? Bunun nüsxəsi hardadır ki? Həmişə qutu açılımlarında mən çətinlik çəkirəm. Çünki Kitaylar elə bir paketləyirlər ki, həqiqətən adam aça bilmir yəni qutunu. İçinə görək nə qoyublar. Bunlar da çox maraqlıdır. Hər nəysə, indi bunu cıracam. Sadəcə keçib. Öfsələm daraldı. Qutunun içi belə boşdur. Düzünü göstərdim. Bu paketi idi, salafan. Bu Starex tərəfindən qablaşdırılıb bu arada deyim. O Starexin paketidir. Əlavə olaraq belə bir şak-şaklı salafana büküb göndəriblər. Bu da məhsulumuzdur. İndi bunu da salafana qoyublar hətta. 16 GB-dıq. Qiymətini soruşsaz, qiyməti hardasa tam yadımda deyil, hardasa 7 manata deyəsən başa gəldi, çıxdı. Amma yenə deyirəm, bu o demək deyil, bu flash kart mənə baha gəldi deyə Alibaba bahadır. Bunu mən yenə deyirəm, heç mən qiymətinə də baxmadım, heç nəyinə baxmadım. Yəni ki, test üçün sifariş elədim, amma Alibabada çox ucuz məhsullar var, deyim biləsiniz. Baxın, belə bir flash kartdır, sizə də göstərim. Yəqin ki, kameramız odaqlayır. Belə. Arxası da belədir. Belə açılıb bağlanır. Görürsünüz yəqin ki. Belə normal flash kartdır. Test eləyəcəm. Hətta
Test elədikdən sonra sizə də göstərəcəm ki, işləyir, işləmir. Keyfiyyətini də bir yerdə yoxlayacağıq. İndi bir dənə mən notebook götürüm. Notebook yoxlayaq. Aha. Bizim balaca bir notebookumuz var burada. Notebookumuzdan yoxlayacağım. Görüm işləyir ya yox. Taxaq bunu USB portuna. Aha, belə işığı da yandı. İndi mən kameranı götürəcəm və göstərmək məqsədindən ki, işləyir, işləmir də. Ya da ki, kameranı götürməliyəm, elə-belə göstərərəm sizə də. Belə görəsiniz. Bu netbookda çoxdan netbookdur, yəni belə vəziyyətinə baxmayın. Amma işləyir, daşlayan netbookdur. İndi bir dənə açılsın, sizlərə də göstərim ki, işləməyə falan necədir. Bir də dostlar, videomuzu hələ də bəyənməmişsə, mütləq bəyənin. Aha. Aygıt sürücüsü yazılımı yükleniyor. Driverlər yüklənir. İndi flash kartın driverləri ki, tanısın. Çıxarılığı taramadan davam et. Aha. Bunlar deməli dostlar, belə içi dolu gəlib deyəsən. Baxım görüm mənə. Maraqlıdır. Kullanılmış alan fotosu ki. Hə, bunu format atmaq lazımdır ki, bu düzəlsin. Mən buna bir dənə format atacağım. Deməli, format ataq ki, düzəlsin. Deməli, format maraqlıdır ki, niyə atmaq olmur? Flash kartın özü çıxdı burada. Çıxmağına çıxdı. Sadəcə kompüterdən anlayışı olanlar bilər. Flash kartın özünün şeyi olur da, nə deyirlər ona, formatı olur. Format FAT32 olur, nə bilim, NTFC-I olur, belə də. Onu dəyişirsən ki, flash kart var, məsələn, kompüter üçün istifadə olunur, var maşının maqnitofonu üçün, var məsələn, televizor üçün. Onların hər biri ayrı-ayrı formatla dəstəklənir deyə burada onu biz şey eləməliyik. Necə deyim? Bura yazmalıyıq. İndi mən diskimiz çıxsın, bir dənə format atım, tara və düzəlt. Aha. Ondan sonra göstərəcəm ki, həqiqətən baxın, belə göstərim sizə. Bilmirəm, odaqlayır ya yox. Bir dənə mən kamera arxasına keçim. Yəqin ki də odaqlayar. Baxın, bu var, çıxarıla bilir disk Y. Bu həmin bizim flash kartdır. Sadəcə dediyim kimi, burada bəzi xətalar falan çıxıb. Bilmirəm, o mənim ya netbookla əlaqəlidir, ya da ki bəzi şeylər var da, o dediyim sistem xətaları və s. onları göstərir. Amma flash kartımız indi göstəriləcək. Yəni %100-dür ki, bu flash kart işləyəcək. Burada da baxın, işığı falan yanır. Bir problem yoxdur. Aha. İndi bir dənə bizə qaldı ki, şey olsun. Nədir? Bunu biz bir dənə format eləyək. Biçimləndir. Aha. FAT32, NTFC, Sənəm. Ay güzel. Aha. Şimdi bir dənə flash kart format olsun. Format olanda da şey olur burada. Işıqları yanıb sönür. Maraqlıdır. Tamam, format oldu. Kapat. Aha, все, əla. Super. İndi göstərim dostlar. Deməli, qoy yenə mən durum ayağa. İndi sizə rahat göstərim. Baxın, gördüyünüz kimi aşağıda çıxarıla bilir disk Y diskidir. 14.6 toplam boyut və nəzərinizə çatdırım ki, 16 GB yazılmasına baxmayaraq bütün flash kartlarda belə göstərilir. O qalan gigabaytlar onun flash kartın öz driverlərinə falan gedir. Bizə ayrılmış olan 14.6-dır. İçinə də daxil oluram. Baxın, içində bu klasör boş. Görürsünüz. İndi mən bir dənə arxaya qayıdım backspace ilə və flash kartımız da buradadır. İndi mən flash kartı sizin gözünüzün qabağında çıxardacağam. İşləməyini də test elədik. Baxın, itəcək. İtdi. Bu qədər. Flash kartımız da işləyir, yaxşı vəziyyətdədir.
Tək flash kart yox, ümumilikdə keyfiyyət yoxlanışı eləyirdik ki, Alibabadan sifarişlərinin keyfiyyətini də sizlərlə bir yerdə yoxlayaq və necə olduğuna birlikdə qərar verək. Və məhsulumuz həqiqətən yaxşı vəziyyətdə gəlib, heç bir problem yoxdur. Satçı ilə də danışdıq, satçı özü də bizə bildirdi ki, yəni məhsulumuz test olunub sizə göndəriləcək, heç bir problem olmayacaq. Və təbii ki, satçı da dediyinin üstündə durdu, elə də çıxdı məhsulu. İnanıram ki, bundan sonrakı sifarişlərimiz də inşallah gəlsin, sizlərlə paylaşacağıq, sizlərlə bölüşəcəyik. Odur ki, kanalımıza hələ də abunə deyilsinizsə, abunə olmağı və videomuzu mütləq bəyənin. Əlavə nə şərhləriniz olarsa aşağıda şərh bölməsində qeyd edin. Sizin fikirləriniz mənim üçün çox, necə deyirlər, dəyərlidir. Yenə deyirəm, sizin də Alibabadan nə sifarişləriniz varsa aşağıda qeyd edin, görüm siz nələr sifariş etmisiniz. Mənim özümə də çox maraqlıdır ki, izləyicilərimiz videomuza baxıb nələr sifariş veriblər. Sizlərin fikirləriniz həqiqətən çox dəyərlidir mənim üçün. Bu qədər. Sizi çox saxlamıram. Özünüzə çox yaxşı baxın. Başqa digər videolarımı izləməmisinizsə YouTube kanalıma daxil olub təzə videolarımız var, bit bazarında çəkilişlər eləmişik. Əlavə olaraq Alibabadan sifarişi hələ də öyrənməmisinizsə, Alibabadan sifariş videomuza daxil olub izləyə bilərsiniz. Temudan, Trendyoldan, Shein'dən, AliExpress'dən, Amazondan, Asos'dan, digər brend saytlar, Victoria's Secret olsun, Sephora olsun, həmin saytlardan sifarişlər haqqında məlumatlar paylaşmışıq, videolar paylaşmışıq, sifariş qaydaları, bəyan qaydaları. Həmin videolarımıza da mütləq göz gəzdirin ki, yəni siz də yararlanasınız. Bu qədər. Özünüzə çox yaxşı baxın. Allah amanında. Havalar soyuqdur, özünüzü qoruyun. Üstdən qalın geyinin. Hələlik.